Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selam ala Resulillahil amin. Seyyidina ve nebiyyina ve mevlana ve habibi kulubina ve şefi'al zunubina. Ebil Qasimil Mustafa Muhammed. Ve ala ehli beytihi tayyibine tahirinel ma'suminel mukarramin siyemel huccah beqiyetillah fil arazin ruhu ve ervahil alemin litrabe maqdamihil fida ve la'netullah ala a'daihim ecma'in minel ana ila qiyam yevmiddin. Euzu billahi mineşşeytanirracim. Rabbi şrah li sadri ve yassir li emri ve hlul ugdeten min lisani yefqahu qavli. Bu gecə Muharrəm ayının 10 günlük məclislərindən 5-ci məclisimizdir. Artıq 10 gün məclislərimiz bugün yarı olur. Və biz qan içində gözəllik mövzusu ətrafında, Kərbəlanın gözəlliyi barəsində, Kərbəlanı yaradan qəhrəmanların gözəl xüsusiyyətləri haqqında danışırıq. Söhbətimiz Qur'an-ı Kərimin Tin surəsinin 4-cü ayəsi və xanım Zeynəb salamullah aleyhanın bir hədisi ətrafında davam eləyir. Uca Allah həmin ayədə buyurur ki, لَقَدْ خَلَقْنَا الْإِنسَانَ فِي أَحْسَنِ تَقْوِيمٍ Biz insanı gözəl biçimdə, gözəl mövqedə yaratdıq, gözəl yaratdıq. Və xanım Zeynəb salamullah aleyha Aşuradan sonra buyurub ki, mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim. Əgər xatırlayırsınızsa, dünən demişdik ki, Kərbəlada olan gözəlliklərdən biri də Kərbəlanı yaradan insanların səbri idi, səbirli olmaları idi. Çox ali, uca bir səbrə sahib olmaları idi. Kərbəlanın qəhrəmanları bütün insani fəzilətləri, insani dəyərləri qorumaq üçün ən üstün səbrin nümunələri idilər. Bugün də Kərbəlanın görünməsi vacib olan başqa bir gözəlliyindən danışacağıq. Bu gözəllik vəfalı olmaqdır. Kimə? Allaha. Sadiq olmaqdır. Kimə? Allaha. Həm də Allahın höccətinə, Allahın imamına. Bugün haqqında danışacağımız bu sədaqət, haqqa sadiqlik, Kərbəla qəhrəmanlarının ən gözəl və özəl xüsusiyyətlərindən idi. Söhbətimə Qur'an-ı Kərimin bu ayəsi ilə başlamaq istəyirəm. Uca Allah Əhzab surəsinin 23-cü ayəsində buyurur. Minəl mu'mininə ricalun sadaqu ma ahadullah aleyhim. Ahadullah aleyhim. فَمِنْهُمْ مَنْ قَضَى نَحْبَهُ وَمِنْهُمْ مَنْ يَنْتَظِرُ وَمَا بَدَّلُوا تَبْدِيلًا Uca Allah buyurur, möminlərin içində, hamısına şamil eləmir bunu Allah, fikir verin, möminlərin, minəl mu'mininə, möminlərin içərisində ricalun, bir dəstə kişi var ki, sadaqu ma ahadullah aleyhim, Allahla bağladıqları əhdə sadiqdilər. Nə söz veriblərsə Allaha sadiqdilər. Davamında buyurur ki, onlardan bəzisi əhdin yerinə yetirib, bəzisi isə gözləyir. Yəni, bəziləri əhdin yerinə yetirib, şəhid olub, əhdinə sadiq dünyasını dəyişib, bəziləri də hələ gözləyirlər. Davamında da buyurur ki, وَمَا بَدَّلُوا تَبْدِيلًا Onlar öz əhdlərin əsla dəyişməzlər. Nə söz veriblərsə, axıra qədər də Allaha verdikləri sözün üstündə durarlar. Bu ayə İmam Hüseynin Kərbəlada ən çox oxuduğu ayələrdən biridir. Ağanın dilindən bir neçə ayə tez-tez eşidilib Kərbəlada, onlardan biri də bax, məhz bu ayədir. Təfsir-i Safidə qeyd olunur ki, hansı səhabə imamdan gəlib icazə istəyib döyüşə gedirdisə, İmam ona icazə verəndən sonra bu ayəni oxuyurdu onun üçün. Onun ardınca bu ayəni oxuyurdu. İmam sanki bu ayəni oxumaqla demək istəyirdi ki, sən öz əhdüvə vəfa eləməyə gedirsən,
Allaha sədaqətini sübut etməyə gedirsən. Vəfalı insan necə olar onu göstərməyə gedirsən. Kərbəla qəhrəmanları elə bil bizə vəfalı insan necədir, necə olmalıdır, Allaha sadiq adam necədir, bunu əyani olaraq göstərirdilər. Kərbəla haqqa vəfalı olmağın gözəlliyinin zirvəsi idi. Tarixdə həqiqətə qarşı belə vəfalı və sadiq kişilər, xanımlar olmasaydılar, həm kişilər, həm xanımlar olmasaydılar bu cür tarixdə Allaha vəfalı, imama vəfalı, bugün şirtmədən deyirəm mən bunu, insanlıq deyilən bir şey qalmazdı. Təsəvvür edin, gözəllikləri qorumaq üçün əhdinə vəfa eləyənlər olmasaydı, gözəlliklər heç biri qalmazdı. Hamısını çirkinləşdirərdilər, dəyişdirərdilər. Təfsirlərdə qeyd olunur ki, əhdə sadiq insan sayılmaq üçün vacib deyil şəhid olasan. Yəni biz düşünməyək ki, axı mən indi şəhid olmayacamsa, deməli mən əhdimə sadiq deyiləm. Fikir verin. Yəni vacib deyil səni öldürsünlər, sən şəhid olasan ki, əhdüvə sadiq adam sayılasan, vəfalı insan hesab olunasan. Elə ömrünün sonuna qədər, ölən günüvə qədər düzgün yolda qala bilsən, haqqa vəfalı insan hesab olunursan. Bir hədis var Peyğəmbər səllavatullahdan. Bir dəstə insan Ühud döyüşündən sonra ağlaya-ağlaya gəldi Rəsulullahın yanına. Dedilər, ya Rasulullah, biz qibtə eləyirik şəhidlərə. Əmin Həmzəyə qibtə eləyirik, Mus'ab ibn Umeyrə qibtə eləyirik. Şəhid oldular onlar Ühuddə. Ya Rasulullah, bizə qismət olmadı, bilmirik bir də olacaq, olmayacaq. Onların elə ən başında dayanan şəxsiyyət Ələl-İslam idi, ağlayırdı. Narahat idilər, bizə qismət olmadı. Şəhidlik Peyğəmbər buyurdu ki, haqq yolda olun, son nəfəsinizi can yatağında versiniz də şəhidlərin sırasındasınız. Elə axıra qədər haqq qala biləcəksənsə, düzgün ola biləcəksənsə, can yatağında da ölsən, şəhid misalındasan. Çünki haqq üzərində ölmüsən, Allaha sadiq ölmüsən, Allaha vəfalı ölmüsən. Kərbəla vəfalı insanların dastanı idi. Haqqa sona qədər sadiq insanların, sadiq kişilərin, sadiq xanımların yaratdığı gözəlliyi idi. Kərbəlanın vəfalı insanları elə bir zamanda haqqa sadiq oldular ki, əgər onlar da olmasaydı, nə baş verərdi? Şeytan öz istədiyini dünyada tam olaraq həyata keçirdərdi. Şeytanın bir istəyi var idi ki, ümumiyyətcə haqqın izin silsin yer üzündən. Haqq deyilən dəyər qalmasın, insani gözəllik, fəzilət qalmasın. Bütün bu şeytanın planın, oyunun onlar pozdular. Şeytan elə zənn eləyirdi ki, İmam Hüseyni tək tənha qoya biləcək. Tək qoya biləcək, tək, heç kim qalmayacaq ətrafında. Hamını, hər kəsi satın ala biləcək. Şeytan düşünmüşdü ki, hərənin bir qiyməti var, verəcəm, alacam. Verəcəm o qiyməti İmam Hüseynin yanından onu çəkəcəm kənara. Lakin Kərbəla qəhrəmanları öz vəfadarlıqları ilə, öz əhdə sadiqlikləri ilə göstərdilər ki, heç bir qiymətə satılmayan kişilər də var. Heç bir qiymət müqabilində Allahı satmayan kişilər də var. Onlar bu gözəlliyi göstərdilər, satılmayan kişilərin gözəlliyin, satılmayan xanımların gözəlliyin. Heç bir qiymət müqabilində ala bilməzsiz bizi, dünyaya bunu göstərdilər. Ona görə satılan adamların Kərbəladan xoşu gəlmir. Ruhu 5 manat dəyəri olan, şəxsiyyəti 3 manat qiyməti olan insanlar Kərbəlanı sevməyəcək. Çünki orada satılmayan kişilər var. Baxacaq, dəli olacaq. Necə yəni mən üzr istəyirəm, şəxsiyyətimi satım, bunlar satmasın? Ona görə acığı gələcək çoxunun Kərbəladan. Şeytan bir dünya yaratmaq istəyir ki, orada hamının bir qiyməti olsun. Hamını nəsə verib almaq olsun. Yeri gələndə o qiyməti təklif eləyib, həmən insanın haqqı satmasına səbəb ola bilsin. Şeytan belə bir dünya yaratmaq istəyir. Yəni haqqa qarşı rahat gətirə bilsin insanları. Biri 5 manata satsın, biri 5 minə, biri 5 milyona, fərqi yoxdur. Hərə bir şeyə görə haqqı sata bilsin də, fərq etməz.
Mən sizə bir nümunə çəkim Kərbəla şəhidlərindən, dediyim bu haqqa vəfalı olmağa. Əmr ibn Xalid Seydavi, ruhu şad olsun. Aşura günü gəldi, icazə istədi imamdan. Bu Küfədən gəlib qoşulmuşdu İmam Hüseynə. Qəhtan, Bəni Qəhtan qəbiləsindən idi. Cümə günü danışdım onun haqqında biraz. Gəlir, qoşulur İmam Hüseyn əleyhissalama. İndi Aşura günüdür, gəldi icazə istədi ağadan. İmam icazə verəndən sonra gəldi, dayandı düşmən qoşununun huzurunda, önündə. Onlara belə bir söz dedi. Onların yanında daha doğrusu belə bir söz dedi. Dedi ki, özünə deyir bu sözü, baxın, özünə deyir, eşitdirir hamıya. Dedi, rəhman olan Allaha tərəf üz tutmusan, ey nəfs, özü. Ey nəfs, Allaha doğru gedirsən. Bir ömür Allahdan istəmirsən ki, Allah sonuvu özündən uzaq eləməsin. Duaya bax, ona görə adam nə istəyib hər gün Allahdan. Bir ömür Allahdan istəmirsən ki, Allah sonuvu Allahdan uzaq eləməsin. Bugün də dözümsüzlük eləmə ya. Allah yolunda səbr eləyib, müsibətlərə dözmək mənim üçün düşmənə yalvarmaqdan şirindir. Bu sözü dedi və getdi döyüşə. Yəni, baxın, deyir, Allaha söz vermirsən, Allah da qismət eləyib sənə, indi şəhid olursan, dözümlü ol. Vəfalı ol Allaha, sadiq ol. Bir neçə dəqiqə çəkəcək. Dünyada 100 il yaşadın, ya 1 il yaşadın, ya bir gün yaşadın. Nə qədər yaşayacaqsansa, ömrünü Allahsız başa vurma. Allaha vəfalı ol. Vəfa, yəni bu, haqqa sadiq olmaq, yəni belə olmaq, bu kişi kimi olmaq. Uca Allah Nur surəsi 37-ci ayədə buyurur ki, Ricalun la tulhihim ticaretun və la bey'un ən zikrillah və iqamis salah və itaiz zəkah. Buyurur, o kişilər ki, nə ticarət, nə alış-veriş, onların Allahın zikrindən, namaz qılıb zəkat verməkdən yayındıra bilməz. Bir dəstə kişini tərif eləyir Allah. Heç nə onları Allahı yad etməkdən, namazdan və zəkat verməkdən yayındıra bilməz. Tarixdə də nə qədər dəyərlər qorunub saxlanılıbsa, insani keyfiyyətlər, fəzilətlər qalıbsa, məhz belə insanların, belə kişilərin və belə xanımların hesabına saxlanılıb. Məsələn deyirəm, məsəl üçün, Allah yolunda öz pulundan keçməyi bacarmayan kişilər olmasaydı, xeyirxahlıq deyilən gözəl bir dəyər qalardı? Yox, itib gedərdi. Ayə bizə anladır ki, bir dəstə insan var, bu ayənin bizə verdiyi mesaj var. Bir dəstə insan var ki, onların yalnız bir rəngi var, bir rəngə malikdirlər. İlahi rəngə bürünüblər, Allah yolunun yolçusudurlar. Onlar Allah yolunun yolçusu rəngindədirlər. Başqa rəngə düşmürlər. Harda olsalar, harda görünsələr, hara getsələr də bir rəngdə gedirlər. İstəyir Məşəddə olsun İmam Rızanın ziyarətində, istəyir Mədinədə Peyğəmbər ziyarətində, istəyir Məkkədə namaz qılsın, istəyir Braziliyada, Argentinada, Rusiyada, harda olur olsun bir rəngi var. Bir cürdür. Möminin iki siması olmaz. Fasiqlərlə oturanda fasıq kimidir. Dolu dindir də. Fasiqlə oturanda bax ona kənardan. Görürsən, fasiqlərdən fərqi yoxdur. Onların tayıdır. Gəlsin otursun bizimlə burada, elhamdülillah, subhanallah, Allah ekber, bizdən bir fərqi yoxdur. Hara düşür, o mühitin rənginə bürünür. Harada olur, onlar kimidir. Bu münafiq əlamətidir. Bu münafiq belə olur. Möminin bir rəngi olar. Məsciddə necədirsə, evdə də hər yerdə də o cür adamdır. O bir üzlü fasik var, bir üzlü fasik. Onun bir dənə özü var da, nədirsə odur. Günahkardır, fasikdir, elə bir üzü də var. Gəlib burada yalandan özünü göstərmir, elə hardadırsa oradadır. Həmin o bir üzlü fasik var, o iki üzlü namaz əhlindən qat-qat üstündür. Heç olmasa bir üzü var. Bunu sizə çox danışıblar da, bir alimimizin qabağın Nəcəf şəhərində kəsdi bir dənə, ayaq üstə dayana bilmir, içib, ayaq üstə dayan, sərxoşdur. Gəldi, alim də ki, əba, qəba, gözəl giyinib, tərtəmiz, gedir indi məkidə, kəsdi qabağın, dedi ki, ağa, sənə bir sual verəcəm. Aşır, gör nə sual verir. Deyir ki, mən
Görürsən də mən, bax, iyi gəlir məndən, içmişəm, ayıq deyiləm. Mən necə görünürəmsə elə oyam. Məni çöldən nə görürsənsə içim də odur. Sənə baxıram, sən çox gözəl giyinmisən, pak, təmiz, görən için də elədir. Görən göründüyün kimi sənsən. Bu alim deyir ki, mənə hələ indiyə qədər o cür xütbə eləyən olmamışdı. Ona görə də Kərbəla bizə bir üzlü olmağı öyrətdi. Allaha, dinə, imama sadiq olmağı öyrətdi. Kərbəla bizə öyrədir ki, bir prinsipimiz olsun, bir prinsip. Qazan onda, əylən də, xərcləyin də, dincəlin də, amma bunların heç birini heç vaxt Allaha dəyişməyin. Heç vaxt Allaha dəyişməyin. Allah sənin üçün atondan da, anondan da, övladundan da, bütün əzizlərindən də, pulundan da, hər şeydən üstün olsun da. Kərbəla bunu öyrədir. Hər şeydən üstün olsun. Kim? Allah. Allah sənin üçün dostundan da üstün olsun, rahatlığından da üstün olsun, pulundan da, əyləncəndən də, hətta öz canından da Allah üstün tutasan. Kərbəla bu qədər ali mərifət nümayiş elətdirirdi. Bax, Kərbəla qəhrəmanları üçün Allah hər şeydən üstündə idi, hər şeyin fövqündə idi. Haqqa vəfalı insan o adamdır ki, şərait dəyişsə də özü dəyişməsin. Şəraitə uyğun fırlanmasın o tərəfə. İngilis bayrağı dilləri hara gəldi çönür. Ağacı qanadları görmürsünüz, külək hardan əssə o tərəfə gedəcəklər. Vəfalı insan belə olmasın, ağacı qanad kimi, milçək kimi yox. Sadiq olsun, möhkəm olsun. Kərbəlada İmam Hüseyn tərəfdən şəhid olanların içində bir nəfər var idi. Haris ibn İmraul Qeys, Kindi qəbiləsindən idi. Bu adam bilirsiniz kim idi? Ömər ibn Sədin qoşununda gəlmişdi İmam Hüseyni öldürməyə. O qoşunun içində idi. Aşuradan bir tarix yazır, bir gün əvvəl ya 2 gün əvvəl gəldi qoşuldu İmam Hüseynə. Necə qoşuldu o da? İmam Hüseyn danışdı, bu da qulaq asdı. Gördü ki, yox, bunlar hara İmam Hüseyn hara? Oturdu da kişi xeyli ağıdır, ağlı öz əlindədir, bax. Ağlı özündədir. Oturdu, baxdı, dedi, bu hara, bu hara? Mən kimin yanındayam, kiminlə döyüşə gəlmişəm? Yığdı öz dostdaşlasının başına, dedi ki, mən deyirəm sizə, mən gedirəm İmam Hüseynə tərəf. Mən qoşulmuşam bu alçaq-malçağa, aldanmışam, gəlmişəm bura. Eyib deyə bizə belə kişi ilə mübarizə aparaq. Oturdu, danladı onları, özü ilə gələnləri. 3 nəfər insanı da özü ilə bərabər götürdü, gəldi İmam Hüseynin yanına. Çoxsu gəlmədi. 3 nəfər adam götürdü, gəldi İmam Hüseynin yanına. Bütün qovm əqrabası qaldı o tərəfdə. Cəmi üçünə təsir eləyə bildi. Gəldi, qoşuldu İmam Hüseynə. Dedi, ağa, mən bir xəta eləyib qoşulmuşdum da onlara. İcazə verin, sizin yolunuzda, sizin gözünüzün qabağında Allahım üçün şəhid olun. İmam dedi, qəbul eləyirəm, qal yanımızda. İndi Aşura günüdür, döyüşə gəlib. Döyüşə gələndə bu ilə üzbəüz bilirsiniz kim çıxdı? Ömər ibn Sədin qoşunundan. Əmsi, doğma əmsi. Ömər ibn Səd dedi ki, qardaşın oğlu gedib qoşulub İmam Hüseynə. Çıx, cavabın ver onun. Çıx, biraz onun danla ki, əmin buradadır, özün orada. Ged ona təsir elədinə, ağlın başına yığsın, gəlsin bura. Əmi çıxdı bunun qabağına. Dedi ki, Haris, mən sənin əminəm. Mən böyüyünəm sənin, axsaqqalınam. Sən mənimlə döyüşəcəksən, sözünə baxın bunun, mənimlə döyüşəcəksən. Dərhal cavab verdi Haris. Dedi ki, düzdür, sən mənim əmimsən, danmıram. Amma Allah mənim Rəbbim, İmam Hüseyn də mənim imamımdır. Bu söz bəsdir. Əmimsən, doğmamsan, danmıram ki, Allahdan əziz deyilsən. İmamdan əziz deyilsən. Odur ki, sən də olsun döyüşəcəm. Əmsi dedi, mənimlə də döyüşərsən, dedi, sən də qabağımı kəssən döyüşəcəm. Əmsi götürdü, qılıncın hücum elədi bunun üstünə, döyüşdü əmsi ilə. Yəni, sən Allahdan üstün deyilsən. O yerə qədər sənə hörmət eləyərəm ki, mənə Allahın əmrinə qarşı gəlməyi tövsiyə eləməyəsən, gəlməyə məni vadar eləməyəsən. Bu sözləri Allahın məqamına hər şeydən çox diqqət eləyən və Allaha hamıdan çox vəfalı olan insan deyə bilər.
Kərbəla bizə öyrətmir, gedin dostlarınızdan üz çevirin, qohumlarınızdan üz çevirin, qohumlarınıza qarşı çıxın. Bunu öyrətmir. Sadəcə öyrədir ki, birdən seçim qarşısında qalsınız, Allahı seçin. Bunu öyrədir. Demirək, get cəmaatla qırğına çıx, başda sən kafirsən, nöş namaz qılmırsan, elə. Yox, lazım deyil elə. Daha da cəmaatı iyrəndirərsən. Sadəcə deyir ki, birdən seçim qarşısına qalsın. Allah deyən budur, qohumun bunu deyir. Allah deyəni seç. Dostum belə deyir, Allah belə deyir. Allah deyəni seç. Birdən seçim qarşısına qalsın, Allah deyəni seçməyi bacarırsan, Allaha sadiq adamsan, Allaha vəfalı adamsan. Dostluq da, ailə də, qohumçuluq da, bunların hamısı haqqın kölgəsində olanda gözəl olur. Haqqa bağlananda gözəl olur. Bir dostluq və ya bir münasibət ki, insanı Allahdan uzaq salır, insan rahatlıqla ondan imtina etməyi bacarmalıdır. Rahat imtina eləməyi bacarmalıdır. Görəndə ki, o münasibət məni Allaha qarşı küfrə və ya Allaha qarşı günaha vadar eləyir. Əgər başlasaq bəhanə gətirməyə, oturun biraz gözləyin sonu, görəcəksiniz ki, Allahı tamamilə unudub çevrilib olacaq fasiq adam. Kim ki bəhanə gətirəcək, insan da çox pərgardır bəhanə gətirməyə. Kim ki Allahı qoyub başqasını seçəndə bəhanə gətirəcək, həmən insanlar, şeytan necə azdırıb, özü necə azıbsa, insanları da elə azdırır. Çünki şeytan bilir ki, şeytan azmağın metodologiyasını yaxşı bilir. Çünki özü elə azıb ki, bir də geri qayıda bilmir. Görmürsünüz də o varlıq haqqında danışmışam sizə. Özü elə azıb ki, indi geri qayıda bilmir. Bəzi azmaqlar var ki, insan bir də geri qayıda bilmir. Şeytan öz azlığı kimi azdırır insanları ki, bir də geri qayıda bilməsinlər. O necə azmaqdır? Bəhanə ilə azır insan. Bəhanə gətirir. İnsan ki, bəhanə gətirdisə, onda azanda çox pis azır, geri qayıtmamaq şərti ilə azır. Kərbəla bizə öyrədir ki, insanın hər şeyi uğruna fəda eləyə biləcəyi qədər vəfalı olduğu bircə ünvan olmalıdır. Bircə ünvan. Hər şeyi uğruna fəda eləyə biləcəyi bir tək ünvan olmalıdır. Bir tək ünvan, o da Allah. Allaha vəfalı olan insan vətənin də, xalqın da, millətin də, bayrağın da hamıdan çox sevəcək. Əmin ola bilərsiniz. Xanım Zeynəbin bir oğlu var idi, Kərbəlada şəhid oldu. Muhammed adında oğlu. Muhammed ibn Abdullah. Həmin Muhammed ibn Abdullah gəldi imamdan icazə istəyəndə döyüşə gəldi. İmam icazə vermədi onlara. Muhammed cavan oğlan idi. Gəldi imamdan icazə istədi, imam icazə vermədi. Gəldi anası Zeynəbin yanına ki, anacan, imam icazə vermədi, qoymur gedək. Xanım Zeynəb bir şey öyrətdi onlara. Dedi, gedin, düşün ayaqlarına, deyin, səni an veririk Zəhraya. Ananza, onda dedi, icazə verəcək. Gəldilər, o sözü dedilər, imama ağlamaq tutdu, icazə verdi onlara. Gəldi bu Muhammed, o cür icazə aldı, gəldi, dayandı düşmən qoşununun qabağında. Belə bir rəcəz oxudu. Dedi ki, biz sizdən Allaha şikayət eləyəcəyik. Siz Quranın hökmlərin, Quranın nişanələrini dəyişdiniz. Siz Allaha qarşı küfrə və tüğyana səbəb oldunuz. Diqqət eləyin bir dənə bu qısa sözlərinə. Görün adamın dərdi nədir? Ölür, şəhid olacaq. Demir, məni niyə öldürürsünüz? Biz sizə neynəmişik? Belə demir. Deyir ki, mən şikayət eləyəcəm Allaha ki, siz Allahın hökmünü dəyişmişsiniz. Siz Quranı dəyişmişsiniz. Dərdinə baxın bu adamın. Allah dərdi, Quran dərdi çəkir. O qədər Allaha vəfalıdır ki, diqqəti Allahdadır. Onu yandırır ki, bir dəstə insan Allahdan uzaq düşüb. Bir dəstə insan cəmaatı Allahdan uzaq salır. Dərdinə baxın, dərdi budur ki, Quranı niyə dəyişirsiniz? Quranın hökmlərini niyə baş ayaq çevirirsiniz? İmam Əli əleyhissalam bir gün bir dəstə müsəlmana baxdı. Allah bizdən uzaq eləsin. Bizi kimi, o müsəlmanlar kimi olmayaq. Baxdı bir dəstə müsəlmana, bir qəribə söz dedi. Dedi ki, sizdə müsəlmanlıqdan əsər əlamət qalmayıb. Bunlar dəli oldular, narahat oldular ki, ağa, niyə? Niyə bizdə müsəlmançılıqdan əsər əlamət yoxdur? Görün nə dedi İmam Əleyhisselam? Buyurdu ki, çünki dostluq edirsiniz dünyaya görə, nifrət edirsiniz dünyaya görə. Allah yoxdur həyatınızda. Allah üçün heç nə eləyə bilmirsiniz. Dostluğunuz da dünya üçündür. Düşmənçiliyiniz də dünya üçündür. Allah sevgisi sizi dostluğa vadar eləyə bilmir.
Dostluq eləyirsiniz, 5 manat qabağa düşəsiniz. Düşmənçilik eləyirsiniz, nə var? Dünyaya görə. Meyar, yəni Əleyhisselam başa salır ki, meyarı özünüz təyin edirsiniz. Mən deyirəm ki, belədir qayda. Məni kimsə tənqid eləsə, mən ona düşmən olacağam. Kimsə tərif eləsə, dost olacağam. Yaxşı. Pis bir şey deyil, eybi yox. Yaxşı. Birdən biri səni yalandan tərif eləsə, yenə dost olacaqsan. Kişi adam o adamdır ki, kimsə onu yalandan tərif eləyəndə desin ki, yalan danışma, məndə o şey yoxdur. Və kişi adam o adamdır ki, kimsə onu düzgün tənqid eləyəndə qəbul eləyə bilsin. Bunu eləyə bilməyən insan haqqa qarşı tez çıxır. Özümə aid eləyirəm ki, sizə demirəm, birinci növbədə özümə. Mən bəzən Allahın dininə də iman gətirəndə, o dinin harası mənə sərf eləyirsə, orasına iman gətirirəm, orasına. O yer ki, sərf eləmir, o yer mənlik deyil. O yer ki, sərf eləyir, ora iman gətirirəm. Hansı axund, hansı ruhani mənə sərf eləyəni danışırsa, ona qulaq asıram. Mənim xoşuma gələni danışırsa, ona qulaq asıram. Yox, birdən çaşa, məni düzəltmək istəyə, məndə olan nöqsanları mənə deyə, moizə vasitəsilə, düşmən olacam ona. O kimdir ki, mənə ağıl öyrətsin, məni tənqid eləsin. Mənə o adam xoş gəlir ki, mənə lay çalsın, desin səndən yoxdur, sən cənnət əhlisən, cənnətdə oturub səni gözləyirlər, tez ol da, get gör, nə inirlər olar səni orada bilmirəm. Və belə adamlar xoşlayırıq. O xütbələri ki, statusumuzda paylaşırıq, özümüzə sərf eləyəndir. Kərbəla qəhrəmanları Allaha qarşı vəfalı idilər deyəndə biz nəyi nəzərdə tuturuq? Bunu nəzərdə tuturuq ki, bütün varlıqları ilə Allaha təslim idilər. Dinin bütün hökmlərinə təslim idilər. Qur'anın bütün hökmlərinə təslim idilər. Peyğəmbər nə buyurmuşdusa hamısına təslim idilər. Yəni birinə təslim olub, birinə yox, elə deyildi onlar. Allaha vəfalı olmaq, yəni Allah nə buyurubsa hamısına təslim ola biləsən. Onların varlığına Allaha təslimiyyət bürümüşdü. Haqq qarşısında təslimiyyət bütün yaxşılıqların anasıdır. Əgər bizim bütün yaxşı tərəflərimiz haqq qarşısında təslimiyyətə tabe deyilsə, bir anın içində haqqa qarşı düşmən mövqeyə keçə bilərik. Çox təhlükəlidir bu. Bir anın içində dəyişilə bilərik. Haqqa qarşı düşmən ola bilərik. Dünənə qədər ən yaxşı insan bugün haqqın düşməni ola bilər. Niyə? O yaxşılıqlar haqqa təslimiyyətə tabe deyildi deyə. Yəni hər şeyin başında bu dayansın. Haqqa təslimiyyət, haqqa vəfalı olmaq, haqqa sadiq olmaq. Kərbəla qəhrəmanları bizə öyrətdi ki, həyatınızı elə qurun ki, hər şey sizi Allaha qaytarsın, nəinki Allahdan uzaqlaşdırsın. Elə həyat qurun ki, elə həyat proqramımız olsun ki, elə dost seçin, elə işdə işləyin, elə çalışın, elə yatın, elə durun, elə münasibət qurun ki, onların hamısı sizi Allaha tərəf aparsın, nəinki Allahdan uzaqlaşdırsın. Ümumiyyətcə, Kərbəla qəhrəmanları üçün bu sözü sonda deyirəm, bu çox maraqlı sözdür və vacib sözdür. Kərbəla qəhrəmanları üçün Allahı kiminənsə və ya nəynənsə müqayisə etməyi, düşünməyin özü belə yol verilməz idi. Bir var oturub düşünəsən, mən dostumu seçim, yoxsa Allahı? Mən qohumumu seçim, yoxsa Allah deyəni? Fikir verin, onlar bu müqayisəni heç ağıllarına gətirmirdilər. Onlar üçün bu müqayisə özü onlara təhqir idi. Yəni onlar bunu düşünə bilmirdilər belə. Necə yəni insan deyə ki, görən əmmi seçim, yoxsa Allahı? Görən pulu seçim, yoxsa Allahı? Görən yatım, yoxsa namaz qılım? Bu müqayisənin özünü belə yanlış hesab edirdilər. Bilirsiniz niyə? Kərbəla bizə öyrədirdi ki, heç nə Allahla, nəinki müqayisə olunub Allahı üstün tutmalısan. Ümumiyyətcə, müqayisə belə olunmamalıdır. Allahla nəsə müqayisə belə olunmamalıdır. Kərbəla bizə öyrətdi ki, Allah insanın ömrünün mənasına çevrilməlidir. Mənim ömrümün mənası nədir? Allah. Mən nə uğruna yaşayıram? Allah. Mən kimə yaxınlaşmaq istəyirəm? Allaha. Mən kimi razı salmaq istəyirəm? Allahı. Mən kimə görə dost seçirəm? Allah.
Mən kimə görə ailəmi sevirəm? Allah üçün. Hər şeyin mənası Allah olmalıdır. Bütün həyatımızın mənası, Kərbəla bunu bizə öyrədirdi. Həyatın mənası Allah olsun. Allahsız yaşamağın heç bir dadı olmasın. Heç bir dadı olmasın. Adam Allahsız yaşamağı təsəvvür belə eləməsin. Nəinki yaşasın, heç təsəvvür belə eləməsin. Vay, necə yəni mən Allahsız, mən Allaha dua eləmədən necə yaşayayım? Allaha yada salmadan necə yaşayayım? Allaha zikr etmədən, Allaha ibadət etmədən necə yaşayayım ümumiyyətcə? Bu yaşayış deyil heç. Və Kərbəla şəhidləri bizə öyrətdi ki, bircə gün Allahla yaşa, nəinki 100 il Allahsız. Kərbəla şəhidlərinin düşüncəsində Allahın alternativi yox idi. Ola da bilməzdi. Bizə bəzən sual versələr ki, dediyim kimi, Allah yoxsa dostum, biz deyərik Allah. Sual versələr bizə, Allah yoxsa dost, məsəl üçün də, misal dost seçirəm. Biz deyərik ki, Allah. Çünki Allah daha önəmlidir. Bu özü yanlışdır. Çünki burada Allah kiminlənsə müqayisə olundu. Allah heç kimlə və heç nə ilə müqayisə oluna biləcək varlıq deyil. Heç bir tərəziyə qoyulası varlıq deyil. Kərbəla əhlinin qəlbində belə bir sual yox idi. Allah yoxsa dünya? Belə bir sual vermirdilər onlar özlərinə. Heç bunu düşünmürdülər. Bu sual haqqında fikirləşmirdilər də. Çünki onlar Allaha qarşı o qədər mərifətli və o qədər vəfalı idilər ki, onlar üçün Allahla müqayisə oluna biləcək heç kim ola bilməzdi. Onlar üçün hər şey Allaha aparan vasitə idi. Hər şeyi vasitə eləmişdilər Allaha getmək üçün. Və bugünkü söhbətimizin də nəticəsi bu oldu ki, Kərbəla qəhrəmanları bizə öyrətdi ki, Allaha elə bir şəkildə vəfalı olmaq lazımdır ki, Allaha elə bir şəkildə sadiq olmaq lazımdır ki, bütün sevgilərimiz Allahla başlasın, bütün seçimlərimiz Allaha görə olsun, bütün əməllərimiz də Allah üçün olsun. Bunu öyrətdilər bizə. Bu Kərbəlanın bizə öyrətdiyi daha bir gözəllik idi. Ümid edirəm bu gözəllikdən də həyatımıza bir pay qatarıq və bu məclislər səbəb olar ki, gözəlliyimizin üstünə biraz da gözəllik əlavə olunar. Allahı heç kimə, heç nəyə dəyişməyək. Allahdan yapışaq, Allahdan bərk tutaq. Ömrümüzün mənası Allah olsun. Əvvəli də, ortası da, axırı da Allah olsun. Quran buyurur, Allahdan qorxun və müsəlman olaraq ölün. Demir müsəlman olun, müsəlman kimi yaşayın, o rahatdır. Axırız müsəlman kimi olsun. Müsəlman olaraq ölün. Müsəlman olaraq dünyadan köçün. Allah bizim hamımıza İmam Hüseynin tökülən nahəq qanı hörmətinə müsəlman, mömin, iman əhli olaraq ölmək nəsib eləsin inşallah.